أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا كل شيء خلقناه بقدر وما أمرنا إلا واحدة كلمح بالبصر ولقد أهلكنا أشياعكم فهل من مدكر وكل شيء فعلوه في الزبر وكل شيء فعلوه في الزبر وكل صغير وكبير مستطر. الله الله. إن المتقين في جنات ونهر. إن المتقين في جنات ونهر في مقعد صدق عند مليك مقتدر. الله. وكل شيء فعلوه في الزبر وكل صغير وكبير مستطر. إن المتقين في جنات ونهر في مقعد صدق عند مليك مقتدر. صدق الله العلي العظيم. اللهم صل على Muhammed ve Ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat salamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayırıq əziz izləyicilərimiz sizləri. Quran və şübhələr verilişində biz yenidən siz əziz izləyicilərimizin xidmətindəyik. İnşallah ümidvarıq biz bu verilişdə siz əziz izləyicilərimizə lazımlı olan mövzuları və lazımlı olan bilgiləri çatdırmış olaq. Və mövzumuza başlamamışdan əvvəl istərdim əziz ruhanimiz Hacı Elnur Xudaverdiyev siz əzizlərimizlə salamlaşsın və mövzumuza başlayaq. Buyurun Hacı, xoş gəlmiş. Çox sağ olun, təşəkkür edirəm. Mən də əziz və dəyərli izləyicilərimizi salamlayıram inşallah. Təbiidir ki, bizim də xahişimiz budur ki, hər nə şübhəli məqamlar, şübhəli suallar varsa qeyd eləsinlər, yazsınlar. İnşallah bizim də işimiz budur ki, bacardığımız qədər həmin sualları cavablandıra bilək inşallah. Bəli. Bizim ümumiyyətlə həm özümüzün araşdırdıqlarımız və bizə ünvanlanan, istər dostlar tərəfindən, istər bizim öz belə deyək, yaxınlarımız tərəfindən bizlərə ünvanlanan suallar
ki var və təbii ki, indi biz bu cəmiyyətdə yaşayırıq və bəzi insanlardan da bəzi yerlərdə şübhələr eşidirik ki, o şübhələr biz səhv eləmirəmsə, imamlarımızın həyatı haqqında verilişdə rast gəldi ki, imamlarımızın özlərinin belə zamanlarında o şübhələr olub. Peyğəmbərimizin özünün zamanında belə o şübhələr olub. Peyğəmbərimiz o şübhələrə özü aydınlıq gətirərmiş. Ki, başqa dinlərdən olanlar, başqa məzhəblərdən olanlar ki, İslam dini haqqında bəzi şübhələr yaradarmışlar və o şübhələri müsəlmanlara təqdim edərmişlər ki, müsəlmanlar çaşsınlar və öz tutduqları o imandan, inancdan uzaq düşsünlər. Və imamlarımızın da həyatında İmam Həsən əleyhissalamın özünün həyatı haqqında biz danışanda buna rast gəldik ki, İmam Həsən əleyhissalam öz yaxınlarına bu məsələləri aydınlaşdırarmış. İmam Rıza əleyhissalam, səhv eləmirəmsə onun haqqında təqribən biraz da danışdınız ki, qeyd elədiniz ki, İmam Həsən əleyhissalam başqa dinlərin nümayəndələri ilə oturub o şübhəli məqamlara aydınlıqlar gətirərmişlər. Və bu günlərdə təbii ki, istənilən bəzi insanlar var ki, özləri Allaha inanandılar, özlərin gətiriblər Allaha inanmayan kimi təqdim eləyirlər, şübhələr yaradırlar ki, o şübhələrin bəzilərinə biz özümüz araşdırmışıq, o şübhələri şübhə olaraq qeyd eləyirik və onlara cavablar veririk və bəziləri də ki, təbii, əgər sizin üçün maraqlı olsa, bizə ünvanlaya bilərsiniz, biz onlara cavab verməyə, təbii ki, Peyğəmbərimiz və imamlarımızın bizlərə bəyan etdiyi yolla siz əziz izləyicilərimizə bəyan edəcəyik. O şübhələrin mən bir neçəsinə istəyirəm işarə eləyəm. Onlardan biri budur. Quran təbirlərində, yəni Quran sözlərində, Quran ibarətlərində cin və yaxud cin vurma. Bu nə qədər həqiqətdir? Və yaxud sehr, cadu, tilsim. Məxsusən Həzrəti Musa Peyğəmbərin dövründə sehr, cadu, tilsim mövzusu olub ki, Allah Peyğəmbərimizi, Həzrəti Musanı o dövrdə həmən o sehr cadugarların qarşısına möcüzə ilə çıxardıb. Ki, bu günləri də çox geniş yayılıb bu mövzu. Bəziləri, nə bilim, cadugarların yanına gedirlər, nə bilim, belə deyək, o cindarların yanına gedirlər ki, təbii ki, bu, yəni hər zamanda olub, bu günlərdə var. Və yaxud göz dəymə. Bunun haqqında Quranda ayə varmı? Quranın buna baxışı nədir? Və yaxud Quranda olan bəzi ixtilaflar və ziddiyyətlər. Ki, bəziləri iddia edirlər ki, Quranda bəzi ixtilaflar var. Ayələrinin bəziləri ayrı sözüdür, ayrı sözlər gəlib onun əksini deyir. Və yaxud Quranda qisas ayəsi var. Qisas ayəsi var, qisas ayəsinin mövzusu məxsusən son zamanlarda mənim özümə deyirəm elə, ən çox ünvanlanmış suallardan biridir ki, yəni insanlar bunu anlamırlar ki, yəni azad qarşılığında azad, qul qarşılığında qul, qadın qarşılığında qadın, qisas ayəsi mövzusudur ki, bu necə ədalətli bir qərardır. Təbii ki, bu mövzular şübhəli mövzulardır. Biz bu günləri inşallah çalışacağıq bu mövzuya, bu şübhəyə cavab verək ki, Quranda şübhəli məqamlardan biri, cin deyilən bir şey. Bəziləri hətta onun adını çəkməkdən az qorxurlar, 3 hərfli deyirlər ona. Bəli, ki, deyirlər ki, adını çəkəndə hiss edirəm, elə bil ki, var. Yəni, belə bir düşüncə var insanlarda ki, doğrudan bu məsələ var, yoxdur. Mən sözü sizə verməmişdən əvvəl bir məsələyə istəyirəm, işarə ilə və sözü sizə verəm. Quran-ı Kərimdə cin sözü 20, deməli, ümumi götürəndə, Qurana baxanda 22 dəfə cin sözü işlədilibdir və 7 dəfə can sözü işlədilibdir və 5 dəfə də isə cinnə sözü işlədilib ki, bunlar hamısı həmən o bizim danışacağımız və danışdığımız cin mövzusuna aiddir ki, yəni deməli, əgər Allah-u Teala bu qədər bunun haqqında, yəni bunları işlədibsə, deməli, bu nəsə bir lazımlı bir mövzudur. Təbiidir ki, o sözün içərisində yəni, ayrı bir məsələlər də var. Yəni, elə bir hər cin deyiləndə elə bizim fikirləşdiyimiz o 3 hərfli cindən məqsəd döyür. İnşallah sizin fikrinizi eşidək, buyur. Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyru nasirin və main.
Təbiidir. Əvvəldə mən istəyirəm ki, Qur'an-ı Kərimin bizim məqsədimiz bu olub ki, bütün suallara Qur'anın dili ilə cavab verək. Çünki burada mövzu Qur'ana verilmiş, vurulmuş şübhələrdir. Şübhə hər bir zamanda olub. Şübhə dinin, şeytanın bir oxudur din və dindarların arasında, insanların qəlbində. Həqiqətən gərək insanlar maksimum dərəcədə çalışarlar, əl-ələ verərlər ki, bu şeytanın toxumu əkilməsin, şübhə ilə əkilməsin. Əgər varsa, bizim də sözümüz olardır ki, çalışırıq maksimum dərəcədə onların dərdinə bir dərman olaq. O şübhələrdən biri ki, bu deyirlər cin, ümumiyyətlə qeyri-müsəlman alimləri, təbəqələrində bu cin Allah üçün qəbul eləmirlər. Sual olunanda niyə qəbul eləmirlər? Deyirlər, təcrübə elmlə sübut olundur. Biz elm inkişaf edib, kosmosda məmnə gedib, hər şey onlar kosmosda görürlər də. Deyir, nə danışır, cin nədir? Kosmos mövzusu, bəli, cəmaatın başı. Bəli, cin nədir, şeytan nədir? Yəni, sözün kökün buna gətirib bağlayırlar ki, hər bir şey ki, gözə görükür, biz onun barəsində deməli var. Var ki, gözə görükür. Bir şey ki, gözə görükmür, deməli yoxdur. İndi bunun cavabını verəcək. Amma əvvəldə istəyirəm ki, Qur'ana müraciət edək. Qur'an, sən nə deyirsən bu cinin barəsində? Ay Allah, hər şeyi sən yaradırsan. Çünki irad da Qur'ana olur. Bəli. Hər şeyi sən yaradırsan. Dünyanı da sən yaradırsan. İnsanları da sən yaradırsan. Elmi də sən yaradırsan. Cin varsa o cini də sən yaradırsan. Bəli. İndi sən özün də ginən. Buyurur ki, Ər-Rəhman surəsinin 15-ci ayəsində xalaqal canə min maricin min nar. Biz cini tüstüsüz alovdan yaratdıq. Deməli, cin var ki, Allah yaradıb, bunu alovdan yaradıb. Allah cinin sübut edir ki, cin var. Varlığın Allah Quran-ı Kərimdə bəyan edir. İkinci ayə. Həmsinin Zariyyə surəsində Allah Teala buyurur ki: "Və ma xalaqtul cinnə vel insə illə liya'budun." Mən elə bir cin, ins yaratmadım ki, mənə neynəsin? Yəni mən insanları, cinləri yaratdım ki, mənə ibadət etsinlər. Bəli. İnsan məlumdur. Cinləri də deyirək, insanın yanında cini də deməli Allah bir cin yaradıb ki, bir cin tayfası yaradıb ki, və ondan da nə tələb edir insan kimi? İbadət tələb edir. Bu da Zariyyə surəsində. Və üçüncü ayə ki, gətirmək istəyirəm. Kəhf surəsinin 50-ci ayəsində Allah Teala buyurur ki: "Kana minəl cin fəfəsəqə an əmri Rabbi." O cinlərdən idi və Rəbbinin əmrindən çıxdı. Söhbət burada kimdən gedir? Şeytandan gedir. Bizim bu məşhur şeytanımız da hansı cinsdəndir? Bəli, məsələ elə budur. Məsələ budur ki, şeytanın özü, səhv eləmirəmsə, Ənkəbut surəsində olmalıdır, ya Kəhf surəsində. Orada deyir ki, şeytan cinnilərdən idi. Və yaxud şeytan özü Allaha etiraz olaraq nə deyir? Deyir, ilahi, məni otdan yaratmısan, onu torpaqdan. Deməli, şeytan öz yarandığı cinsi, Ər-Rəhman surəsinin ayəsini istinad edərək biz deyirik ki, deməli, şeytan özü cinnilərdən olubdur. Həzrəti Adəmi Allah yaradanda mələklərə təqdim elədi ki, buna səcdə eləyin. Buna səcdə eləyin. Deyir, hamısı səcdə elədi, illa iblisə əba və istəkbərə. Şeytan, bəli, ona səcdə eləmədi və təkəbbür elədi. Təkəbbürünün də səbəbidir ki, mən ondan üstünəm. İndi maraqlısı buradadır ki, Allah mələklərə deyəndə ki, buna səcdə eləyin. Şeytan orada nə gəzirdi, bu ayrı bir mövzudur. Bəli. Bizim sözümüz buradadır ki, yəni ümumiyyətlə Quranda bu məsələnin yer alması bunu göstərir ki, biz bunu hökmən müzakirə eləməliyik. Amma Quranda cadu var, tilsim var, bu var, bu var. Bu ayrı bir mövzudur. Var Quranda, yoxdur. Bəziləri bəzi ayələrdən istifadə edirlər, deyirlər ki, Quranda da olan ayələrin bəziləri cadu, tilsimə, sehrə aiddir. Onu sübut eləmirlər. Gözdəymə ayrı bir mövzudur ki, Quranda onun haqqında
heç bir işarə olmadığına görə bəziləri gətiriblər Quranın bəzi ayələrin, səhv eləmirəmsə Qələm surəsinin sonuncu ayəsi olmalıdır. Və in yekadul-lezine keferu la yuzligunaka bi absarihim lamma sami'u zikra və yaquluna innehu lamecnun və ma huwa illa zikrun lil alamin. Deyirlər ki, bu gözdəyimi ayətdir və əksər alimlər deyirlər ki, bu ayənin gözdəyimi ilə heç bir əlaqəsi yoxdur. Cin məsələsi Quran-Kərimdə çox yer aldığı üçün biz məcburuq bu məsələni neyniyək, müzakirə edək və bunun həqiqətini insanlara bəyan eləyək ki, şeytan özü həmən o cinlilərin tayfasından, yəni onların nəslindən idi. Onların da böyüklərindən idi. Bəli. Burada bizim verəcəyimiz cavab əvvələn sübuta yetirdi ki, Quranda bu var. Bəli, var. Cin deyilən bir varlıq var, məxluq var. Allah Taala yaradıb. Amma onlara cavab ki, o şəxslər ki, qəbul eləmir, onlara cavab ki, onlar deyirlər ki, belə bir şey yoxdur. Çünki görünmür. Onlar deyir ki, görünmür. Bizlər də buna cavab veririk. Yəni bizim alimləri, din alimləri də onlara cavab verirlər. Deyirlər ki, axı hər var olan bir şey mümkün görünmək məcburiyyətində deyil. Bəzi bir qeyb aləmi deyilən belə bir şey var. Allah Teala da dəfələn Quran-ı Kərimdə deyir, qeyb aləminə, hələ surənin əvvəlində də deyir ki, qeyb aləminə iman gətirin. Qeyb aləm. Yəni gözə görünməyən pərdə arxası bir aləm. Bizim çox şeylərimiz pərdənin arxasındadır. Bizim gözümüzün işi budur ki, maddi bir şeyləri görməkdən ötəri. Bədənimiz maddi olan bir şeyləri hiss edir. Hiss orqanlarımız yalnız maddi olan bir şeyləri hiss eləməkdən ötəridir. Amma qeyb aləmində olanlara yox. Cinlər həmin qeyb aləminə, mələklər kimi aid olan bir dəstədir, bir yaranmışlardır. Əgər bir şeyin olmamaqlığı gözümüzlə görünməməli, o mənə deyir ki, o yoxdur. Mələklərin özləri. Məsələn, biri dedi ki, olmuş əhvalat deyil, izləyicilər də yadına düşər. Biri sübut eləmək istəyir ki, bu məsələni Allahın varlığın, Allah da gözü görünmür axı. Onda gözə görünmürsə yoxdur. Qarşı tərəfə dedi, necə başa salım? Dedi, inanmıram. Dedi, sən ağlın var. Deyirəm, mən ağıllıyım, mən elm oxumuşam, mən ağlım, ona buna ağıl öyrədirəm. Deyir, onda ağlı mənə görsət. Deyirəm, bu ağıl elə bir şeydir ki, bunun kökü yoxdur. Onun bir mənbəyi yoxdur. Yırtasan bədəndə görsədəsən ki, mən onu yalnız onun nəticələrini görsədə bilərəm. Əsərlərin görsədə olar da. Deyir, mən yaradanımı da elə deyirəm. Mənim yaradanımın aləmdə əsərlərini görmüsən. Görmüsən yaradanım nə işlər görür bu aləmdə. İndi sual eləmək üçün ağrı deyilən bir şey var ya yox. Hamı bilir ağrı deyilən bir şey var. Bizim bir misal qardaşımız vardı. O gözəl misalı gətirdi beləncə. Dedi ağrı deyilən bir şey. İndi gəl o ağrını mənə görsət. Gəl o küləyi mənə görsət. Küləy var ya yox. Gəl o küləyi mənə görsət. Çox şeylər var, buna oxşar bir şeylər var, amma gözlə görünmür. İndi mən onu inkar eləməliyəm. Bəşəriyyətin ən üstün varlığı insandır. Bəli. O gözlə görünəndir. Və o bəşəriyyətin ikinci təbəqəli varlıqlarından biri də mələklərdir. Ki, bəzən insan, o ən üstün təbəqəli insan əməllərinin nəticəsində mələk onun xidmətçisi olur. Bəzən yuxarı qalxır, bəzən aşağı düşür. Və bəzən də və burada bir üçüncü təbəqə yaranmışlar da var. Alimlər deyirlər ki, onlar cinlərdir. Cinlər ki, yəni onlar belə deyək də otdan yaranıblar və gözə görünmürlər. Amma məsələ buradadır. Bunların insana hansısa bir təsiri var, təsiri yoxdur. Bu ayrı bir mövzudur. Amma həqiqət odur. Bunun həqiqəti nədir? İbn Sina deyir ki, bəziləri o götürüblər İbn Sinanın sözünü, deyirlər ki, İbn Sina ümumiyyətlə cin varlığını inkar edir. Bəli. Amma İbn Sina deyir ki, hava kimi bir şeydir. Biz onun həqiqətini görə bilmirik. Mən bir yerdə bir alimin dilindən eşitmişdim, bilmirəm sizə rast gəlib gəlməyib. O bir hədisi nümunə olaraq gətirmişdi. Deyir ki, cin hədislərimizdə bizlərə mikrob kimi təqdim olunub. Bilmirəm, onu görmüsünüz. Hədislərimizdə var ki, deyir ki, su içdi güz o kruşka, indi
çaşqa hər nə. Şeytan sözünü eşitmişəm. Şeytan mikroba bənzər. Bəli. Orada var ki, deyir ki, o su içdüyüz, o çaşqanın o qurb tərəfindən su içmir və yaxud onun sınıq yerindən su içmir. Çünki şeytanlar ora toplanır. Şeytanın yuvası. Orada bəli, şeytanın yuvasıdır. O oradan belə istinad edir ki, şeytan da cinnilərdəndir və mikroblar özləri bir cin tayfasıdır. Mən bunu bir dəfə bir yerdə deyəndə deyir ki, sən nə danışırsan? Sən yəni bəzi hallarda görsən ki, insanlara fikri belə aydınlaşdıra bilməyəndə, çatdıra bilməyəndə adam doğrudan həqiqətən elə bir vəziyyətdə qalır ki, mən bu mövzunu niyə açdım? Deyir ki, sən Allah Qurani-Kərimdə deyir ki, biz cinnilərə vəhy elədik. Onda Allah mikroblara vəhy elədi. Əgər canlıdırsa bu, yəni bu mikrob özü canlıdırsa, biz onun həqiqətini bilmiriksə və təbii ki, onun özünün də bir təsir qüvvəsi varsa, niyə olmasın ki? Dünyada hər bir şey varsa, canlıdırsa, təbii ki, Allahın idarəsi altındadır. Evet. Hətta yarpaqlar belə Allahın idarəsi altındadır. Quran-Kərimdə Allah deyir ki, və ma təsqutu min vərəqətin illa ya'lamu. Yarpaqlar belə hər bir şey əgər Allahın nəzarəti altındadırsa, deməli əgər o mikrob, bu günləri elm nə deyir? Elm deyir ki, mikrob özü canlıdır. Elədir. Və insanın bədəninə daxil olanda insanı xəstələndirə də bilir, insanı iraq olsun, ağıl cəhətdən, belə deyək, o dəlilik həddinə də gətirib çıxarda bilir də, yəni bu mikrobların bu cür təsiri var. Yəni bu ola bilərmi, ola bilməzmi ayrı mövzudur. Quran-Kərimdə cinlərin həqiqətini sübut edən ayələrdən biri elə Cin surəsidir. Yəni Quran-Kərimdə birinci Cin surəsi 72-ci surədir və onun birinci ayəsində belə. Yeri gəlmişkən izləyicilərin nəzərinə çatdıraq ki, elə subutuna bu kifayət elə ki, 114 dənə surənin biri Cin adı altında. Bəli. Qul uhiyə iləyyə ənəhu istəmə nəfərun minəl cin. Deyinən ki, mənə vəhy olundu ki, cinnilərdən bir nəfər mənə qulaq asdı. Fəqalu inna səmi'na Qur'anan əcəba və getdi öz tayfasına, cin tayfasına belə dedi ki, mən çox təəccüblü bir Qur'anın nazil olmağından xəbərdar oldum. Yəni cinlər özləri də Qur'andan xəbərdar olublar. Bu ayələr onu göstərir ki, cinin həqiqəti var. Amma onlar necə bir şeydirlər? Onların həqiqətləri nəydən ibarətdir ki, onları mən öncə dedim, bəziləri nə bilim mikroba bənzədiblər, bəziləri onları İbn Sina kimi, hava kimi qeyd ediblər ki, və yaxud bəziləri istəyirlər ki, onların həqiqətlərindən xəbərdar olsunlar, xəbərdar ola bilmədikləri üçün inkar edirlər. Bunlar ayrı-ayrı mövzulardır. Amma bunların təsir dairəsi nə qədərdir? Təsir dairəsi nə qədərdir? Əsl sözümüz budur ki, bəli, belə bir varlıq var. Amma bunların təsir dairəsi nə qədərdir? Bu ayrı bir mövzudur ki, inşallah gələn verilişlərimizdə acı. Buna biz işarə eləyərik və növbəti şübhələrə də Allahın izindən cavab verərik. Çünki biz bu mövzu haqqında çox danışdıq və məlumatlar verdik. Əgər biz bu mövzunu da buradan ora davam etdirsək, həm əziz izləyicilərimiz yorularlar və yorulmasınlar deyibən gələn verilişlərimizdə cinlərin həqiqətlərinin nə qədər onların varlıqlarının təsiri var, o təsirləri haqqında inşallah gələn verilişlərimizdə danışacaq. Allahdan istəyimiz budur ki, Allah dinimizə, şəriətimizə xidmət eləyənlərə kömək olsun, xəyanət eləyənlər zəlil-xar eləsin inşallah.